Baldır nahiyəsində qaralma, yara önü bir vəziyyət. Burada da varikoz düyünləri görə bilirik. Hətta sol ayağın arxa hissəsində bu damarlar daha bəlirgin, daha qabarıq görüntüdədir. Burada isə dəri problemi var və bunun birbaşa damarla əlaqəsi yoxdur. Maraqlı, önəmli məqam nədir? Bu pasiyent damar əməliyyatı olur və əməliyyatdan fayda görmür. Niyə fayda görmür? Həm də lazerlə əməliyyat olubdur. Niyə fayda görməyibdir? Çünki bu xəstə dərin venoz tromboz deyirik. Ana damarın, dərin venanın dağılması olubdur, zədələnməsi olubdur. Və biz Dopplerdə o ağ gördüyümüz dərin venoz tromboz, eyni zamanda burada güdül də var. Bu xəstə lazerlə əməliyyat olunubdur. Əslində lazer əməliyyatı uğursuz bir seçim deyil və ya açıq əməliyyat olsun uğursuz bir seçim deyil. Uğursuz olan əməliyyatın göstəriş və əks göstərişlərin təyin edilməsində yaranan bir çətinlikdir. Əgər əməliyyatı göstəriş düzgün aparılsaydı, əlbəttə ki, lazer əməliyyatı uğurlu olacaq. Sadəcə burada dərin vena dağıldığı üçün, dərin venanın fəaliyyəti olmadığı üçün bu pasiyent əslində əməliyyat olmalı deyildi və daimi corab geyməli idi. Bəzən sosial şəbəkələrdə görürük ki, posttrombotik sindrom sonrası mən lazerlə əməliyyat edirəm kimi bir videolar qarşımıza çıxır. Etmək ayrıdır. Texniki olaraq etmək çox asandır. Amma sual yaranır, bunu etmək həqiqətən də bu xəstə üçün faydalıdırmı? Həqiqətən də biz dərin venoz trombozu olan xəstədə bu səthi venanın lazer əməliyyatı etməklə bunun ayağında olan bərkiməni, şişkinliyi, qaralmanı xilas edə bildikmi? Həqiqətən də bu pasiyenti damar corabından xilas edə bildikmi? Yoxsa biz əməliyyat etdik və etmədik, yenə bu adam ömür boyu damar corabı geyinəcəksə, o zaman əməliyyatı niyə edirik? Yəni, əməliyyat etmək texniki olaraq asandır, önəmli olan onun göstərişlərinin zərurətidir, vacibliyidir.